Diqqət! 10-cu siniflərin nəzərinə. 2027-ci il buraxılış imtahanlarında yeni qaydalar var. İmtahanda ən qorxulu an hansıdır bilirsən? Qrammatik suallar yox, dinləmə sualları yox. Qarşında boş ağ bir vərəq var və sən bu vərəqdə ingiliscə 100 sözdən ibarət esse yazmalısan. Bəli, artıq ingilis dili imtahanlarında 100 sözlük esse yazmaq tələb olunacaq. İlk baxışda bu asan görünə bilər, amma elə ən çətin məqamlardan biri məhz budur. Mən Gülər Rızayeva, Bani Seminariyasının ingilis dili müəllimiyəm. Praktikada ən çox gələn suallardan biri budur ki, müəllimə, mən sözləri bilirəm, qaydaları öyrənmişəm, amma ingilis dilində cümlə yaza bilmirəm. Burada məsələ ingilis dilini bilməmək deyil, esse yazmağın qaydasını bilməməkdir. Çünki esse yazmaq sadəcə cümlələri ard-arda yazmaq deyil. Bunun öz strukturu və məntiqi ardıcıllığı var. Biz dərslərimizdə şagirdlərə esse yazmanı sendviç metodu ilə öyrədirik. Necə ki, sendviçin 3 qatı var, essedə də hər bir hissənin öz funksiyası var. Üst qat giriş hissədir və burada mövzu təqdim olunur. Orta hissə inkişaf bölməsidir. Şagird burada fikrini nümunələr və arqumentlərlə əsaslandırır. Alt qat nəticə hissəsidir. Burada yazılan fikirlər qısa və məntiqli şəkildə yekunlaşdırılır. Bu metod şagirdin beynindəki qarışıqlığı aradan qaldırır. O artıq nə yazım, necə yazım deyə düşünmür. Çünki qarşısında hazır bir sistem olur. Məhz buna görə təşkil etdiyimiz qısa müddətli master-klasslar çox böyük üstünlük yaradır. Şagird imtahan ərəfəsində esse yazmağı sıfırdan öyrənməyə çalışmır. Əksinə, artıq bu sistemi mənimsəmiş formada yeni tədris ilinə başlayır. Əgər sən də o boş ağ vərəqdən qorxmaq yox, qaydaları bilərək, inamla esse yazmaq istəyirsənsə, dərslərimizə qoşula bilərsən.